Sabahınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə məhkəmənin növbəti baxış iclası keçiriləcək. Görüntülərdən də göründüyü kimi artıq məhkəmə iştirakçıları, prosesdə iştirak edənlər, əsasən də onları zərər çəkənlərdir. Məhkəmənin binasına yavaş-yavaş daxil olurlar. Bir neçə dəqiqədən sonra məhkəmə prosesi, növbəti baxış iclası başlayacaq. Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən təcavüzkar müharibəni hazırlama, başlama, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq, işgəncə və digər çoxsaylı maddələrlə təqsirli bilinir. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan özü məhkəmədə ifadə verməkdən hələ ki imtina edir, susur. O eyni zamanda dövlət ittihamçılarının suallarını da cavablandırmaqdan imtina edir. Amma məhkəmə prosesində zərər çəkənlər danışırlar. 35 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə nəticəsində onlara dəyən maddi və mənəvi ziyanla bağlı, həyata keçirilən bu cinayət hadisələri zamanı hansı proseslərlə qarşılaşdıqlarını, hansı cinayət hadisələri zamanı əzizlərini itirdiklərini, necə yaralandıqları barədə məhkəmədə ifadə verirlər. Ruben Vardanyan isə məhkəmə prosesində demək olar ki, hər dəfə müxtəlif vəsadətlərlə çıxış edir və onun vəsadətlərinin də böyük hissəsi, əksəriyyəti demək olar ki, təmin olunub. Məhkəmə prosesində Ruben Vardanyan özünün istəyi ilə özünün seçdiyi vəkillə həm istintaq dövründə, həm də məhkəmə prosesində özünün istədiyi vəkillə təmin olunub. Ona həmçinin rus və erməni dilində tərcüməçi ayrılıb. Məhkəmə prosesində media nümayəndələri də iştirak edirlər və biz bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş məlumatlar verməyə çalışacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.